Mil Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər mövsümə uyğun olaraq davam edir. Görülən işlərin əsas məqsədi kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaqla torpaqların münbitliyini artırmaqdır. Şoran torpaqların əkinə yararlı vəziyyətə gətirilməsi, yenidən fermerlərin ixtiyarına verilməsi istiqamətində meliorativ tədbirlər davam edir. Görülən işlər Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi tərəfindən həyata keçirilir. Hazırda idarənin buldozer, ekskavator və digər texnikaları ərazilərdə bu prosesi yerinə yetirir. Bundan başqa balansda olan nasos stansiyalar cari təmir edilərək mövsüm üçün tam saz hala gətirilib. Mil Qarabağ və Aşağı Şirvan kollektorunun istismarı idarəsi Respublikamızın 6 rayonu ərazisində yerləşən 4888 kilometr kollektor dren şəbəkəsinin istismarı ilə məşğul olur. İstismarımızda 2240 kilometr açıq təsərrüfatlar arası şəbəkə, 2648 kilometr qapalı şəbəkə mövcuddur. İdarəmizin balansında ən böyük kollektor Mil Qarabağ kollektorudur ki, uzunluğu 152 kilometrdir. Qeyd edək ki, Mil Qarabağ və Aşağı Şirvan kollektorlarının istismarı idarəsi Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir. İdarənin balansında olan kollektorlar 173 min hektardan artıq meliorasiya olunmuş sahəyə xidmət edir. İdarə kifayət qədər maşın mexanizmlərlə və torpaq qazan texnika ilə təmin edilib ki, kollektorlar dren şəbəkəsinin saz vəziyyətdə saxlanılması məqsədi ilə həmin texnikanın gücündən istifadə edir.